Məşhur iş adamı Adnan Əhmədzadə ilə bağlı yeni xəbər var. SOCAR-ın sabiq rəhbər müavini olan və iqtisadi təhlükəsizlik təxribatından ittiham olunan Əhmədzadənin məhkəmə qərarı ilə həbs cəzası biraz daha uzadıldı. Ötən il DTX-nın keçirdiyi əməliyyatla saxlanılan iş adamı hazırda küllü miqdarda mənimsəmə cinayəti ilə bağlı istintaq altındadır. İranda isə həyəcan təbili çalınır. İrana səfər etmək istəyənlərin nəzərinə vəziyyət getdikcə kritikləşir. ABŞ-dan sonra Britaniya, Kanada, Avstraliya və Hindistan kimi ölkələr də öz vətəndaşlarına İrana getməyin çağrısı edib. Ölkədə artan siyasi gərginlik, iqtisadi böhran və genişlənən etiraz aksiyalarına görə artıq beynəlxalq aləm İranı təhlükəli zona adlandırıb. Bu gərginlik xaricdə olan aksiyalarda da öz əksini tapıb. Kanadada Azərbaycan bayrağına qarşı çirkin bir təxribat törədilib. Etiraz aksiyaları zamanı Pəhləvi tərəfdarları əlində Azərbaycan bayrağı tutan Yaşar Yakakbura hücum edərək biber qazı sıxıblar. Fəalın cavabı isə çox sərt olub. İçəridə mollalar, çöldə siz. Hamınız türk düşmənisiniz. Və bu hadisə sosial mediada böyük bir qəzəbə səbəb olub.